Yerli mətbəxi ilə seçilən Şəki bugün ölkəmizdə ilk dəfə olaraq slow food, yəni yavaş qida təcrübəsinə əsaslanan kulinariya festivalına ev sahibliyi etdi. Fərqli konsepsiyaya əsaslanan bu festival yalnız qida və dadların nümayişi deyil, eyni zamanda ekoloji tarazlığın qorunması və mədəni irsin yaşadılması məqsədi güdür. Terra Madre, İtalyanca ana torpaq. Yavaş yemək fəlsəfəsini təbliğ edən bu beynəlxalq festivalın növbəti ünvanı qədim Şəki oldu. Ənənənin dadı devizi altında keçirilən festival yerli və ənənəvi mətbəx, eləcə də ekoloji qidalanma tərəfdarlarını, yerli və təbii qida istehsalçılarını bir araya gətirdi. Terra Madre Şəki festivalı Azərbaycan tarixində bir əlamətdar addımdır. Bu tədbir özündə kənd təsərrüfatı, mədəni irs, kulinariya, mətbəximizi, yəni ekoloji davamlığı prinsiplərini birləşdirən bir festivaldır. Kiçik fermerlərlə qida icması arasında fikir mübadiləsi üçün səmərəli platformaya çevrilən festival həm də ölkəmiz üçün iki mühüm sahəni, turizm və kənd təsərrüfatını birləşdirərək regionlarda agroturizmin inkişafına töhfə verə bilər. Of their territories, of their regions to come and celebrate, but also to promote. Bu sadəcə başlanğıcdır. Məqsədimiz 2 il ərzində Azərbaycanda regional Terra Madre tədbirinə ev sahibliyi etməkdir. Bu təşəbbüs qlobal hərəkatın bir hissəsidir. Terra Madre Torinodan tutmuş Amerikaya və Asiya Sakit Okeanı regionuna qədər uzanır. Degustasiya sessiyalarında qonaqlara müxtəlif bölgələrimizə məxsus yeməklər, pendirlər, balıq və digər yerli məhsullar təqdim olundu. Master-klasslarda isə yerli aşpazlar kulinariya ənənələrini nümayiş etdirdilər. Çox əyləncəlidir. Səhnə performansları, ləzzətli yeməklər, müxtəlif degustasiyalar, master-klasslar hər kəsi heyran qoyur. Həmçinin məni. Şəkinin sənətkarları da festival iştirakçılarına əl işlərini təqdim edə, həm də master-klasslar vasitəsilə sənətlərini göstərə bildilər. Belə festivallar bizə imkan verir ki, biz başqa ölkələrin, başqa regionların incəsənəti ilə, mədəniyyəti ilə tanış olaq. Festival yüksək səviyyəyə keçir, qonaqlarımız çoxdur. Bakı, Şamaxı, İsmayıllı, Lənkəran, Qəbələ və Qaxdan olan fermerlər və kulinariya həvəskarları da tədbirə böyük maraq göstərdilər. Festivalda xarici ölkələrdən gələn qonaqlar və qida sahəsində fəaliyyət göstərən mütəxəssislər də iştirak etdi. Bugün biz bura öz məhsullarımızı, yəni sitrus fəaliyyət təsərrüfatında yetişən limon, mandarin, feyxa, kivi məhsullarını gətirmişik. Eyni zamanda onlardan hazırlanan məhsullar çinkan mürəbbəsi, feyxa mürəbbəsi, çinkan kompotu, feyxa kompotu ilə bu festivalda iştirak edirik. Festivala gələndə gördüm ki, bura sadəcə məhsul satış yeri deyil, həm də yerli istehsalçılar. Onların hekayələri, məhsulların arxasındakı ənənə burada birləşib. Mən öz biznesimdə də məhsulu yalnız bazara çıxarmaq deyil, onu mədəni və davamlı dəyər halına gətirmək istəyirəm. Bu il Şəkidə keçirilən Terra Madre festivalı gələn il Lənkəranda təşkil oluna bilər. Dövlət Turizm Agentliyi və digər təşkilatçıların planları belədir. Əli Səmədov, İbrahim Mustafayev, Zəhra Rızayeva, ASTV Xəbər.